Sabahınız xeyir olsun əziz dostlar. Zəhmət olmasa kanala abunə olun, like edin, yorum yazın. Ürəyəm deyib sən video cücələrim barədə. Bu da mənim sənin videom. Bildikçin cücələrimdir. 12 günlükdür. Maşallah, maşallah. Hərdə belə keçəliblər. Deyəsən xırdavatını çəkib qoymuşdum. Yəni, özüm böyüdürəm, bir günlük alıram, özüm böyüdürəm. İğnəsiz, dərmansız, təbii şəkildə. İndi bir 15 gündən sonra inşallah başqa qaba çıxardacağım. Orada ot da tökəcəm qablarına, torpaq da atacağım. Bir aydan sonra da bırakıram həyətə. Böyüyürlər, onda pişik yemir də, əli vurmur. Həyətdə böyüyürlər. Torpaqda yeyir, buğda yeyir, yeminə buğda qatıram. Çox. Yəni, ümumiyyətlə, broiler toyuğuna bir aydan sonra buğda qatırsan yeməyinə. Bunların öz yeməyi deyiləndə əlavə yemək deyil. Bunların yeməyi 21, 22 verirəm, 23 vermirəm. 21, 22 adi cücələrə, toyuqlara verilən yeməkdir. Qısa bir ayından sonra o 22-yə mən başqa üydülmüş yarma halında olan buğda ya qarğıdalı, belə şeylər qatıram, verirəm, yeyirlər. Həyətdə gəzən, ot yeyən broilerlər, yəni əti tam ev toyuğunun əti kimi deyil, adi broiler əti kimi, amma keyfiyyəti ev toyuğuna bərabər keyfiyyətdir. Eyni keyfiyyətdə ətdir.